Dostlar salam, hər birinizi xoş gördük. Fəqir Çoban kanalından hər birinizi salamlayıram. Hər birinizə sevgilər, sayğalar, salamlar. İnşallah ki, yaxşı olarsınız. Bir neçə müddətdir ki, bəzi işlərimiz vardı, ona görə video çəkiliş eləyə bilmirdik. Həm özümün işlərim vardı, həm belə heyvanla əlaqədar bəzi işlərim var idi ki, ona görə fürsət olmurdu, vaxt olmurdu video çəkməyə. İndi inşallah bugündən etibarən həftədə 2 dəfə, 3 dəfə imkanlaşdırıb əvvəlki kimi yenə videolarımızı davam elətdirərik Allahın köməyi ilə. Demək, bu video çəkmədiyim müddətdə olan ümumi gedişat barədə sizə söhbət eləmək istəyirəm. Bəzi yoldaşlar da maraq eləyirdilər ki, niyə video çəkmirsən, nəyə görə, videolar nə vaxt gələcək. Dediyim kimi işlərim çox idi, fürsət eləyə bilmirdim, biraz qarışıqlıq idi. Ona görə video çəkmirdim. Allahın köməyindən bugündən etibarən yenə dediyim kimi videolarımız olacaq. İndi də hal-hazırda axşamdır. İtlərin yalını pişirirəm. Olmağına istidir hava, belə də çox itlər yem yemirlər, yemək istəmirlər biraz istiyə görə. Mən də isti olduğuna görə istinin gedişatına uyğun yemək verməyə çalışıram, yem verməyə çalışıram ki, itlər çox da belə naqruskuya düşməsin. Hava biraz küləkli olduğuna görə bu haravanı belə söykədim ki, külək döyməsin. Heç olmasa altına yanan ocaq istiliyi qazana dəysin. Dostlar, demək bu videonu çəkmədiyim bu müddətdə gördüyümüz işlərdən sizə söhbət edeyim. Hardasa aprelin ortaları zad olardı. Axırına yaxınlaşdıq. O yoldaşla ki, mən bir yerdəydim, bizim həyətdə qoyunu saxlayırdı. O getdi dağa, onu yola saldıq. Ondan sonra da ki, mən evə yaxın olan bir yer var orada. Başqa bir yoldaş var, onunla köməkli bir yerdə inşallah heyvanımızı qışa kimi saxlamaq fikrimiz var. Elə bir növbəli şəkildə bir gün o gedir heyvana, bir gün mən gedirəm. Bu günləri növbə onundur, heyvana o gedir. Mən də elə fermanın işlərinlə, güclərinlə məşğulam. Fermamızın da həyat bazasını sizə görsədim. Bu da tut poçkalarıdır, tut sırtmışıq bəhməzdən ötəri. İnşallah ki, bir bəhməzimiz olar. Bizim də olacağımız, qalacağımız buradır. Yeri də yandırmışıq, çünki nəyə görə? Ot idi, ola bilsin əlimizdən nəsə düşər, eləyər, yanar. O tərəflərdə damlar var, olacaqlar var, ora ot düşər. Elə indidən özümüz yanında durub yandırmışıq ki, yanar, ziyanlıq olar. Bax, ona görə bax, bu qaraltı onun qaraltısıdır. Suyumuz da qaynasın, ona kimi biz də söhbətimizi davam eləyək. İtlərimiz də olduğu kimi yenə batırdı, basardı. Maridi davam edirlər xidmətlərində. İnşallah ki, uğurlarımız boldur. Allah'a çox şükür. Marinin də balaları oldu. Marinin 9 balası olmuşdu. Bir dənəsi erkək. Nəsə həyatın qanunu da ölüm haqdır. Marinin balasının biri öldü. Sağ qalan 8 dənə hal-hazırda durur. Onun da bəzilərini sahibləndirmişik, bəziləri sahibini gözləyir. Özümdən ötəri də bir erkək, bir dişi saxlamışam. Gələcəkdə onun da mən istədiyim kriteriyalar olsa, mən istədiyim nəticələr ondan görə bilsəm, götürə bilsəm, onu da inşallah öz təsərrüfatımda, xidmətdə davam eləyəcəyi bir gedişat çərçivəsində saxlayacağım inşallah. Yox, ondan istədiyim kriteriyalar var, istədiyim gözlədiyim gözləntilər var. Onlar olmasa, onu da ki, yəqin ki, başqasına
yönləndirərək. Çünki mənim istədiyim ümumi gedişat fərqlidir. Mən o çərçivədə, o deyək də, o qırmızı xəttdə hərəkət eləməyi planlaşdırıram ki, Qurtbasarın gedişatı bu xəttdə olsun. Bu gedişatda olsun. Ona görə o çərçivədə olmasa saxlamaq istəmirəm, saxlamayacağım da inşallah. Sağlı olsun. Tək Allah deyən olsun. İnşallah ki, yaxşı olar. Mənim əlimdə olan o Qurtbasarlar da dediyim kimi Batır və Mari bildiyimiz, tanınan, tanınmış, məşhur Ayvala xətti var. O xəttdəndir. Basar başqa xəttdir. Basarı başqa yerdən gətirmişik. İnşallah ki, Basarı da gələcəkdə planımızda, nəzərimizdə olan ümumi gedişatlar var. O çərçivədə inşallah onu da cütləşdirib balalarını əldə eləyərik Allahın köməyi ilə. İndi yoldaşlar deyirlər, qısa video atırdım, niyə videonu cəm atmısan? Yenə həqiqətən dediyim kimi işim çox olurdu, biraz qarşılığı olurdu, rayona get, gəl. Tam olaraq heyvanda ya yarım gün gedirdim, ya bir gün gedirdim, ya iş olurdu, yarımçıq qoy gəlirdim, o yoldaş otarırdı. Nəysə, xülasə cəm olaraq bir gündə olmurdum heyvanda. Ona görə ki, videonu çəkə bilmədim. İndi inşallah bu gündən etibarən videolarımızı cəmləşdirib həftədə 2 dəfə, 3 dəfə, 1 dəfə hər nətərsə videomuzu çəkərik inşallah. Sizin də bizə dəstəyiniz mütləq lazımdır. Dəstəyinizi əsirgəməyin, videoları sona qədər izləyin, bəyənin, paylaşın. Ən azı videonun daxilində elədiyimiz söhbət çərçivəsində olan gedişatda bizlərə fikrinizi bildirin ki, hə, burada belə söz deyirdin, nəyə görədir, nədir, nə deyil. Mən də ona görə inşallah işlərimi, söhbətimizi tənzimləyərik Allahın köməyindən. Marinin də dediyim kimi balaları 9 idi, biri öldü, 8-i qalıb. 8-in də 3-ü dişidir. Cəmi küçüyün 3-ü dişi idi, 6-sı erkək. Biri öldü, 5 erkək qalıb. Hal-hazırda 3 də dişi. Onun birini sahibləndirmişik. İkisi də başqa yoldaş var, ona söz vermişik, ona gedəcək. İkisini də özümüz üçün saxlamışıq, birində bir yoldaş var, ona söz vermişik. Xülasə söz verdiyimiz küçüklər var və yerdə qalan küçüklər də var. Bir dişi qalıb, 2 erkək. Onu da dediyim kimi mən Mari təzə gələndə də deyirdim, elə sonra da deyirdim, elə indi də dedim. Bu it saxlayanlar bilər, it saxlamanın rasxodunu, çətinliyini, müşkülünü, nə qədər, hansı dərəcədə, hansı faizdə olduğunu. Həqiqətən rasxodu çoxdur, həqiqətən işi, gücü çoxdur. Biz də söz verdiyimiz kimi sözümüzün də üstündə durmuşuq. İndən sonra da durmağa davam edirik. Pay göndərdiyimiz yoldaşlar var. Xeyrini görsünlər və yerdə qalan küçüklərdə inşallah ki, sahibi çıxsa, planım var ki, satam o itin, küçüklərin rasxodu ödənsin deyə. Kim də istəsə əlaqə saxlaya bilər. Ünvanımız da Tovuzdur. Tovuzun Bozorğanlı kəndidir. Yeri gəlsə gəlib bizim təsərrüfatımızda da bir göz gəzdirər, iştirak eləyər, baxar. Yerində görər itlərimizi, heyvanlarımızı, təsərrüfatımızı. Ya da belə istəməsə maraqlansın itlərimizin qanı hardan gəlib, kimlərdən gəlib, necə gəlib. Həmin itləri bəyənsə, nətər deyim. Mən itlərimin qanına cavabdayam da, yəni təmizliyi barədə, safqanlığı barədə. Neçə nəsil geridən gəlmə və əl dəyməmək şərti ilə, başqa itlərə məcburiyyətdən cüt vurulmamaq şərti ilə və bir sözlə təmizliyinə cavabdehliyim var da. Mən də alanda o cür almışam. Sağ olsun yoldaşlar. O cür söz veriblər, cavabdeh olublar, sözlərinin də üstündə duran adamlar da, yoldaşlardır. Mən də öz növbəmdə o gedişatı davam elətdirməyə çalışıram ki, mənə gələn o safqan küçüklər, itlər nətər ki, zulümlə, əziyyətlə saxlanılıb, qorunub, mən də indən sonra onu qorumaqda, saxlamaqda cavabdehliyimi qorumalıyam, saxlamalıyam. Məndən sonra da ki, kim küçük götürüb, kimə küçük vermişəmsə, verirəmsə, mən də onlardan o təmizliyi, o safqanlığı tələb eləyəcəm, eləməliyəm də. Verdiyim küçükləri də izləyirəm, izləməliyəm.
ki, kimə getdi, kim necə saxlayır, kim nətər saxlayır, nətər saxlayacağını mən əvvəldən danışıram. Həmin yoldaş söz verir ki, narahat olma. Çünki hərəmizin öz gedişatımız var da, ona görə mən ona uyğun rəftar edirəm ki, bu küçüyə apardı. Necə saxlayacaq, nətər saxlayacaq, hansı qaydalar şərtində daxilində saxlayacaq. Saxlamayan baxmayan adama istər ona pul xərcləsən belə, pulunla alsa belə, o adamda ki, mən onun baxımsızlığı barədə, baxımı barədə bir fərqlilik görsəm, mən qardaş onun pulunu da qaytarıb küçüyümü də geri götürəsə adamı. Çünki mən zulm çəkmişəm, məndən qabaqda zulm çəkirlər. Nə olsun ki, sən ona 500 manat verib küçüyü alırsan, apar o küçüyü, vaxtında iynəsini, vaksinini elətmə, ac saxla, susuz saxla. Evdən çıxan qırqırıntı çörəklə bax, o zulm çəksin, əziyyət çəksin, həmin küçüyün vaxtında olan gedişatı uyğun olmasın, o küçüyü yansın, sabahsın boyu balaca qalsın, çəkisi qalxmasın, ya özü xəstəlikdən əziyyət çəksin. Onları mən yəni gözüm görsə belə götürə bilmərəm onu. Kim olsa o elə hərəkət edir. Qardaş, pulla almısansa, almamısansa, payma aparırsan, qardaş yaxşı saxla. Konkret olaraq qorucunla da o xətti qoru saxlayın. Xülasə it barədə bu qədər danışdığımız bəs eləyir indi. Əvvəlindən də elə indi də çəkdiyim videolar var. Küçüklərin doğumundan, ondan sonra indiki vaxtı, sonraki vaxtı hamısını bu videoların ardından yükləyəcəm. İnşallah seyr eləyərsiniz, fikirlərinizi də gözləyirəm. Dediyim kimi bir dişi, 2 erkək küçük qalıb. Dişi atasına oxşuyur, batıra. Erkəklər də ki sarı ala, ağlı qaralı, ağ qara, bax belə rəngdədirlər. Dediyim kimi də safqanlarına cavabdehliyim var. Kimin də bu barədə sözü sualı olsa, yeri gəlsə görüşə bilərik, yeri gəlsə gələr bizim ünvana, itlərimizin yerində müşahidə eləyər, baxar. İndi də suyumuz baxıram ki, buğulanıbdır, qaynayır. Mən də gətirim yağımızı pişirək. Yağımızın qatqısı da arpa unundan buğda yarması, bir də qardalı yarması olur. İndi hal-hazırda onlar qutarıb, ancaq əlimdə olan arpa unudur. Arpa ununu da gətirim. Ola bilsin videolarımız uzun çəkər. İnşallah ki, sona qədər izləyərsiniz. Fikirləriniz də məndən ötürü vacibdir, maraqlıdır, önəmlidir, maraqlıdır. Mütləq fikirlərinizi qeyd edərsiniz, yoldaşlar. İndi video çəkə-çəkə mən bunu pişirə bilməyəcəm. Yağımızı pişirək, hazır qoyaq. Videomuzu inşallah davam eləyərik. Ha dostlar, yağımızı da pişirdik. Bu belə duru olduğuna baxmayın. Biraz keçsin, qatılaşacaq. Bunun da içine əlavə olaraq itlərimizə yem verəndə pendir suyu qatıram. Əlavə çörək doğrayıram. Və hər it başına da basarla batıra. Bəzən olur bir yumurta, bəzən olur 2 yumurta, bəzən də olur heç yumurta verə bilmirəm. Yaxud da verirəm. Xülasə bəzən olur içinə yəni yumurta da qatırım. Amma belə çox vaxt bax belə yağ, pendir suyu yemləri, qidaları olur. Ancaq Maridən ötürü Marinin qidası küçüklərə görə, özünə görə fərqlidir. İndi gedək, itlərimizi çəkək və küçükləri sizə çəkim görsədim. Videomuz bax bu dərəcədə davam edəcək. Axşam da belə deyim də heyvan çöldən gələcək. Gələndə də yenə işıqlı olsa onu da çəkərəm. Olmaz da ki videomuzu sonlandırarıq. Sonra yenə videomuz olanda heyvanları da çəkib göstərərəm. Hə dostlar, bizim də fermamız buradır. Belə bu cürdür.
Ferma uzun fermadır. Köhnə Sovetin vaxtından qalma fermadır. İndi köhnə tikilidir belə deyək. Hal-hazırda biz burada bezik də. Biz təsərrüfatımızı burada davam edirik. Bu da qoyunlardır. Bəzi qoyunlarımız qalmışdı. Qırxmışıq, yunları qalıb. Bax belə. Otur. O gözəlim. Pit 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 pit. Otur. Ata da tükünü təzə töküb. Nərmə nəzik oğlan olubdur. Pıs 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 pıs. Bu da bizim dəli qızımız Basar. Yemişsən bu yeməyin ha? Qocurum, nəyə ilişirsən? Qocurum, qocurum. Basara da pendir suyu çörək vermişdim günorta. İndi axşam da yaz soyusun. O qırağa ilişib deyə gəlib yeməyə yarım çıxqan. Aslında olmağına bu turbalara bağlayırdım. Gün o tərəfdən günortadan sonra bunların üstə düşür deyə yerini dəyişirəm belə. Basarımız da belə deyim də 8 ayına tamamlayıb 8 ayını 9 ayına keçir. Dişi küçüyümüzdür. Bir dənə aybalalardan olmayan budur, amma Batırla Mari təmiz aybala balalardır. Aybala xəttindəndir. Bunun da sağlı olsun gələcəkdə. Mənim istədiyim boyu çəkisi olsa, birinci cütündə bunu cütləşdirərik. Yenə safqan balalar olacaq, onu da sahibləndirmək planımız var ki, təmiz safqanlı qutbasarlar artsın, çoxalsın. Yox, boyu belə nisbətən balaca olsa, biraz istədiyim gözləntilərim olmasa saxlayıb ikinci cütündə inşallah cütləşdirərik. Mari də o cür olmuşdu. Birinci cütündə cütə vurulmamışdı. İndi ikinci cütüdə gəldi, bizə qismət oldu. Ay gözəlim. Marinin də yelini dolub, məmələrini süd axır. Gözdə görüm. Gözdə görüm, gözdə görüm. Gözdə görüm. Ne neyse koyarsın lan. Mırçatılanım. Ha dostlar, bu da bizim Marimizin güzel göyçək tıqqılı balaları. Dişi dırnağı möhkəm olsun deyək. Bunu əmcinəmdə nə bax, bunu əm. Qoyurum o birisi hası boşdadır. Hə, birini vermiş. Əm yaxşı, onda süt çoxdur yaxşı. Hə, bu günləri biri getdi, Şahmar qardaş var. Onun təsərrüfatına getdi. Ha dostlar, demək Bala Batırın və Marinin erkək balası Aybala xəttindən olan safqanlı qurtbasar. Aybala xəttində tanıyanlar tanıyır, bilir. Erkək küçüyümüz Şahmar qardaşın təsərrüfatına gedir. Xeyrini görsün. İnşallah sağ salamat
böyüsün, boya başa çatsın Allahın köməyinlə. Xeyirli olsun Şahmar qardaş. İndi göndərirəm. Götürərsiniz. Ha, Şahmar qardaşın küçüğünü göndərdik. Xeyirli olsun, xeyirli olsun. Erkəkdir. Erkəkdir, hə. Hə, biri getdi. Erkək küçük getdi. İndi ikisi də gedəcək, bir dişi, bir erkək. O da Bakıya gedir. Bir cüt özümə saxlayacağım Allahın köməyindən, bir erkək, bir dişi. Və yerdə qalır bir dişi, 2 dənə də erkək. Bax, bu ala erkəklər. Bu ala erkəklər və bir də bu dişidir, səhv eləmirəmsə. Qalan budur. Bunu da kim sahiblənsə, kim istəsə ona inşallah yönləndirərik, göndərərik, saxlayar. Ay gözəlim, gözəlim. Məməkləri dolu südlə gəlibdir balalarını məməsini əmizdirməyə. Bu günləri artıq 25 günlükdülər. Ondan sonra bunların əlavə süd qıdaya ehtiyacı var. Qısa videolarda görmüş olarsınız. Bunlara süd yumurta verirəm. Mari'yi də ayırmışam. Səhər, axşam bax belə bu cür əmir. Və günorta da bunlara 2-2 ayırıram qabda, rahat yumurtalarını, südlərini içirlər. Kim də maraqlansa, kimə də maraqlı olsa daha doğrusu, Mari'nin atasını, anasını, hardan gəlib, necə gəlib, nətər gəlib. Buradadır da, bu boyda məmiyi gözün görmür. Onda süd yoxdur. Həmsinin batırı, bala batırında onu kimi buradadır məmə. Neblət məməni. Yəni şəcərəsi barədə maraqlana bilər, maraqlıdırsa ona başa salıb göstərə bilərik ki, itlərimizin qanı hardan gəlir, nətər gəlir. Buradadır da, bax məmə buradadır, yekə oğlansan, əm. Get olar gör, sana məmə verər məmləyə. Verəsi deyil, qayıdıb yenə ona gələcəksən, bax elə, əm. Yəni şəcərəsi barədə, qanı barədə kimə maraqlıdırsa göstərə bilərik. Videolarla ya maraqlı olarsa gəlib təsərrüfatımızda da izləyə bilərlər. Yəni təmiz qan ayrı şeydir də, yəni söhbət təmiz qandan gedir. Nətər ki bizdən qabaq əziyyət çəkiblər, zulm çəkiblər, bu qədər vaxtı gözləyiblər, bu qan aradan getməsin, biz də özümüzün borclu bildik bu qanı qorumağa. Mən də bayaq dediyim kimi, kimə küçük verdimsə şərtlə verirəm. Birinci şərtim də odur ki, yaxşı baxasın. İkinci şərtim də odur ki, qardaş, mən verdiyim adamdan küçüyümün gedişatını izləyəcəm, baxımı barədə, iynəsi, dərmanı barədə xəbərim olmalıdır. Buradadır məmə əmcinə, bəsdir. Şuluqluq eləmə. Küçüyün rənginə, tükünə, formasına baxanda bilinir ki, bu küçük nətər baxılır, nətər baxılmır. Gedişat nədir, bilmək olur. Həmçinin, süd qutarda o birisilər gəlib əməcək həm süd payını. Farmazonluq eləməklə. Da bax, məmə buradadır, bax. Nə istəyirsən, güzel, məmə buradadır, bax, hadi düdük. Hadi düdük, bax, həm. Onda süd qutarıb.
Acıq eləyirsən. Git gürubusların əlindən ala biləcəksənsə al əmcin. Yeri. Hadi tütü. Nədir, doydunuz mu? Nədir, nə eləyirsiniz? Süd yoxdur. Bu keçilər gəlsin örüşdən. Sağ süd verəcəm sizə. Hə dostlar, keçilər demiş, mən o yoldaşla ayrılandan sonra o dağa gedən yoldaşla o heyvanı apardı, getdi. Mən də öz işimi ona görə planlaşdırdım. Bəzi qoyunlarım vardı, onları satdım, onun yerinə keçi aldım südünə, pendirinə görə. Hal-hazırda təsərrüfatımızın böyük hissəsi keçidir. Keçinin də südünü sağaraq pendirə görə pendir satışımız var. Kim də istəsə maraqlana bilər, ya gələ bilər, ya nümunə üçün göndərərik. Baxarlar dadına, tamına. Qiymət də ki, hər yerdə məlum məsələdir. Keçinin pendiri neçəyədir, neçə satılır, neçəyə alınır. Yəni cəmaət nətəri bizdə elə. Hal-hazırda da pendirimiz var əlimizdə. Kim istəsə göndərə bilərik. Yəni 1 kilo para kilo yox, maksimum 10 kilo. Yəni minimum deyim də, minimum deyim, maksimum deyim. Yəni 10 kilodan aşağı göndərmək yol pulusu var, onun iz pulusu var, qabının pulu var, xülasə. Yəni 1 kilo para kilo yox, 10 kilodan aşağı olmamaq şərti ilə təmiz, tərtəmiz, gül kimi, çiçək kimi keçi pendirimiz var. İstəyən olsa əlaqə saxlaya bilər. Göndərə bilərik. Bakıya avtovazala göndərərik. Oradan da qabağına çıxar, götürərlər. Yaxud da ki, Tovuzda yaxın kəndlərdən də kim istəsə gəlib bizim təsərrüfatımızdan maraqlana bilər. Pendirimizlə, heyvanlarımızla, itimizlə. Hə tətə. Hə gözəl. Elə dur sizə baxsınlar. Gözünüzə, göyçəkliyinizə baxsınlar. Maşallah olsun. Dişi dırnağı möhkəm olsun. Kim də saxlayırsa xeyrini görsün inşallah. Kimə də qismət olacaqsa xeyrini görsün. Bunlar dişidir. Bax, bu əlimdə tutduğum hal-hazırda dişidir. Satışda olan dişi budur. Satışda olan erkək budur. Əlimdə tutduğum. Bir də ki, görün erkək hanı. Bax bu. Əlimdə tutduğum erkək də, satışda olan erkək də budur. Qalanlarının sahibləri var. Bir bu dişidir, onu da sahibləndirmişik. Bir cüt də özümə saxlamışam. Satışda olan belə deyim də 2 dənə ala erkəkdir. Bir də ki bu kopya atasına oxşayan atasının qızı. Hə cıqqılı, cıqqılı. Hə, dişi dırnağı möhkəm olsun. Tutuş. Gəl burada əmcinə bax, məmə buradadır. Məmə buradadır bax. Hə dostlar, küçüklərimiz də əmsinlər. Bunları da yenə anasına ayırım. Başqa işlərimiz də var inşallah. Videomuz davam edəcək. İzləmədə qalın. Bizim belə deyim də, həmin bu adımızdan Fəqir Çoban adında TikTok səhifəmiz də var. Video çəkmədiyim günlərdə o səhifədə paylaşımlar eləyirdim. Instagram səhifəmiz də var. Və əlavə bir səhifəmiz də var. Sırf Qurtbasara aid Qurtbasar Tovuz səhifəsi var. Sırf Qurtbasarın gedişatı barədə orada paylaşımlar eləyirik. Amma Fəqir Çoban kanalında qarışıqdır da bəzən də. Başqa itlər də düşübdür videolarda, başqa gedişatlar da var. Yenə Fəqir Çoban kanalımız YouTube'da da, TikTok'da və Instagram'da fəaliyyətdə olacaq.
Fərqli olaraq dediyim kimi Qurtbasar Tovuz səhifəsi var TikTokda. Ona da inşallah istəsəniz abunə olarsınız. Ancaq Tovuza aid olan, Tovuzda olan Qurtbasarın gedişatı barədə paylaşımlar olur. Tovuzdan olan başqa bir yoldaş var, onun da itlərini paylaşmışam. O da hardasa 80-90-cı illərin qan qarışmamış Qurtbasarları var onda. Xüsusən də zolaq, bənək itləri var. Videolarda görmüş olarsınız, istəsəniz kanala abunə olub baxa bilərsiniz. Ancaq o kanalda başqa itlər yox. Sırf imanlı elə Qurtbasarın gedişatı barədə öz təsərrüfatımızda olan Qurtbasarlar və qanı qarışmamış, təmiz qan Qurtbasarların videoları və şəkilləri olacaq inşallah. Tutuşdan nətəri əmirlər. Bəyəkləri az idilər, indi doyublar. Ay çələ, doyubsan məyə? Sən də doyubsan, eləmə qız. Git mamanın məməsini əm. Sən çələskadır, çələska, titili. Doyubsan məyə? Qutarda bunlar suda əmdiyir. Sən çox əmifsən, doyubsan. Qulaqlarını da kəsmişik. Yaralar da təmiz qutarıbdır. Küçüklər doydu, ac olanlar hələ əmir. Dostlar, inşallah videomuz davam edəcək. Kanalımıza abunə olmayı yaddan çıxartmayaq. Biraz işlərimizlə əlaqədar dediyim kimi kanal boş qalıb, bundan sonra videolarımız aktiv və davamlı olacaq inşallah. Tək Allah canımıza dəyməsin. Yaxşı olacaq. İzləmədə qalın.